Salam, sabahınız xeyir olsun. 22 may 2026-cı il. Bugün bir izləyicimizin istəyini nəzərə alaraq sizə sıfırdan üzümün əkilməsini və şpalerə yatırılmasını izah edəcəyim. Gördüyünüz üzümü mən bir ay bundan əvvəl əkmişəm. Baxmayaraq ki, tez əkilməli idi. Sadəcə olaraq işçilər mənə gec gəlib çatdığı üçün bir ay bundan əvvəl əkmişəm. Birinci növbədə 50 sm enində, 50 sm uzunluğunda çuxur qazıram və çuxurun içini yarıya kimi peyin, torpaq, qum və kül qarışığı. Misal üçün 3 lapatka torpaq, 3 lapatka peyin, 3 lapatka qum və 1 stəkan kül əlavə edərək bunları yaxşıca qarışdırıb torpağın yarı hissəsinə kimi doldururum. Ondan sonra tingimizi baş tərəfi gördüyünüz kimi çuxurla eyni səviyyədə olacaq qədər torpağa bastırılandan sonra həmin qarışım üzərindən isə sadə torpaq, birinci qat torpaq. Birinci qat yəni lapatkanı vurduğumuzda ilk çıxan torpaqlar. Və əkdikdən sonra qollar cücərməyə başlayanda gördüyünüz kimi 2 qol. Qalxır şpalerə. Siz məftil deyirsiniz. Və ilin sonunda həmən o qalxan gözlər odunlaşdıqda baxırıq hansı hissəyə kimi odunlaşıbdır. Bax, gördüyünüz kimi məndə birinci qol yaxşı idi. İkinci qol isə nazik idi. Ona görə buradan 3 göz saxlayıb dibindən kəsdim birini. Digərini isə gördüyünüz kimi şpalerə uzatdım. Və buradan kəsdiyimiz yerdən artıq bu il 2 dənə görürsünüz yoğun göz verir. Və bu gözləri bu il 3-cü şpaler, yəni sol tərəfə, biri də 4-cü şpaler sağ tərəfə uzatmaq üçün saxlayırıq. Və elə etdiyimiz halda xarici meyvələr yerli meyvələrdən fərqi ondadır ki, bunlar əkilən ilinin ili və ondan sonraki il meyvə verməyə başlayırlar artıq. 3 il, 4 il gözləməyə ehtiyac yoxdur. Baxın, gördüyünüz kimi keçən il əkmişəm. Bu il şpalerə uzatdım və bu ilki gözlərdən. Baxın, gözlərin hər birində artıq məhsul verməyə başlayıb. Hətta baxın, gördüyünüz kimi yaşıldır. Bu il çıxan göz, hər gözdə salxım. Başqa sortlar da onun kimi, baxın. Şpalerə uzanıb, 2 göz qalxır sağa və sola yatır. Şpalerdən qalxanlar isə hər biri məhsul. Ancaq bu yerli sortlarda necədir, onu deyə bilmərəm. Çünki mən yerli sort əkməmişəm. Baxın, burada misal üçün ağac tez böyüyən ağacdır və 3 göz saxlamışam. Kökü güclü olduğu üçün 3 göz saxlamışam. Gözün bir dənəsi sağa, bir dənəsi sola. 3-cü göz isə 2-ci şpalerdən sol tərəfə. Olmaqla uzatmışam. Budur. Bu isə bizim
bu ilki məhsullarımız. İnşallah ki birinci meyvə ili üçün möhtəşəmdir. Baxın, hər bir ağac eyni forma. 3 qalxır, bir sağa, bir sola, digərsə fərqi yoxdur. İkinci şpalerdə istəsəz sağa da bağlaya bilərsiniz, sola da bağlaya bilərsiniz. Və hər zoğda, ana zoğda hansı ki şpalerə, yəni siz məftil deyirsiniz, məftilə bağlamısınız. Oradan hər gözdən, hər ağacdan da, hər budaqdan, belə deyim, daha düzgün olsun, 10 göz saxlayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 10. Fərqi yoxdur, baxırıq. Və diqqət eləməyimiz olan məqam isə bax bunlardır. Bunlar çıxdıqca biz buna el arasında bir deyirik. Bir yarpaq saxlayıb başını qırırsınız. Belə olduğu halda gücü çəkmir. Və güc birbaşa gözlə birlikdə yuxarı qalxır bitkinin boyatmasına və atdığı boyu yetişdirməsinə imkan verir. Mən bığ deyirlər. Bığları da qopardıram, hansı ki, bax bunlar. Çünki məndə şpalerlər yaxındır. 50 sm məsafə ilə şpalerlər var və ona görə mənim onlara ehtiyacım yoxdur. Və nəticədə baxın belə gözəl bir şey alınır. Hər biri 50 sm-dan qalxır. Bığlar, qoltuq altlar qoparılır. Gördüyünüz kimi belə olduqda kifayət qədər keyfiyyətli zoğ, kifayət qədər böyük bir məhsul əldə etmək olur. Çünki dediyim kimi güc sadəcə olaraq meyvəyə və gözə yönəlir. Baxın. Diqqətiniz üçün çox sağ olun. Əlavə kiminlə sual olsa, üzümlə bağlı yazın, çalışdığım qədər hər birinizə video şəklində izahlı formada çəkib göstərərəm.